Peygamber Aleyhisselamın yanı bir sahabede gelir, ya Resulallah, kıyametin gününde bizle kim muhasibetlik edecek? Kim bizim hak hesabımızı, dünyada ettiğimiz amellerimizin hak hesabını aparacaktı? Malum meseledir ki, hatta ziyareti camiyede de okuyuruz ki, kıyametin gününde, hak hesap gününde, mahşer gününde melekler ve peygamberler yanında hesaba gidecek ve hesaba da aparacaklar. Ve sonra Allah hesaba da aparacaktı. Hazreti Peygamber Aleyhisselam buyurur ki, Allah özü hesaba da aparacak. Hakim odur. Həmin şəxs deyir, ya Resulallah, xəyalım, qəlbim rahat oldu, aram oldu. Əgər Allah özü hesabat aparacaqsa, demək biz nicat tapacağıq. Hazreti Peygamber Aleyhisselam buyurdu, o qəlbində ki, sənin o eşq, məhəbbət var, o yəqinlik var, bilginən ki, sən Allahın sevilmiş bəndəsisən. Amma bunu sən hardan hiss elədin, bunu hardan bildin? Həmin adam deyir, ya Resulallah, çünki kəramət əhli olan şəxs öz gücünü, qüdrətini göstərmək istədikdə günahları həmişə günahkar şəxsə bağışlamaqla göstərər. Görsən ki, bir əzəmət insan var. Görsən ki, o neyinir? Gedirsən ki, onun yanı ki, mən sənə pislik eləmişəm, mən səndən belə eləmişəm, eləmişəm. Onun elə əzəməti ondadır ki, deyək ki, bağışladım səni. Buyurur ki, ya Resulallah, mən Allahın ki, o kərim adını bilirəm nədir? Mən bilirəm ki, kəramətli Allah özünün kəramətliyin, fəzilətin bizi bağışlamaqla sübut edəcək və bizə göstərəcək. Necə ki, əvvəllərdə mən bir məsələni demişdim. Bir cavan var idi, dedi, ey Musa, Allaha mənim bir dənə istəyim var. Onu çatdır ginən və onun cavabını mənə gətir. Əgər cavab verməsə, mən Allahı rüsvay eləyərəm. Təəccüb edir ki, bu nə danışır, bu Allah haqqında bu nə sözü deyirsən? Deyir, yox, mən dedimi get Allaha da ginən. Və Allah sənə verdiyi cavabı, mən ondan bir şey istəmişəm. O sənə verdiyi cavabı, gəl mənə de, mən deyəcəm ki, bəli, Allah kimdir? Bəli, Musa Aleyhisselam ki, gəlir Allahla kəlmələşəndə ki, ilahi, özün bilirsən, filan cavan mənə bir söz dedi. Mən ona nə cavab verim? Dedi, ey Musa, gedərsən ona deyərsən ki, Allah sənin istədiyini verdi sənə. Bəli, Musa Aleyhisselam gəlir, həmin cavanı tapır və deyir, ey cavan, Allah buyurdu ki, mən sən istədiyi vermişəm. Amma mənə maraqlıdır ki, sən nə istəmirsən Allahdan? Dedi, ya Musa, sən Allahın peyğəmbərisən və səndən öyrənmişik, səndən eşitmişik ki, Allahın bir adı Kərimdir. Kərimin mənasını mən belə başa düşmüşəm ki, cavan deyir, ey Musa, Kərimin mənası mən belə başa düşmüşəm ki, bir şəxs, məsəl üçün, ey Musa, sən mənə vədə verirsən ki, hansı vaxtı mənim qapımı gəlib döysən, mən qapımı açacağam. Gecənin bir aləmində, gündüz, hansı vaxtı gəlsən, hansı halda gəlib mənə üst tutsan, mən sənin günahları əff eləyəcəm və sənə mən rəhimli olacağam, hər nə istəsən verəcəyəm. Ey Musa, əgər belə bir şəxsin mən qapısına gedim, məni bağışlamasa, mən istədiyimi verməsən, necə olar? Deyir, özün rüsvay eləyər, çünki verdiyi vədə xilaf çıxar. Dedim, mən də Allaha deyir, üst tutmuşam, bağışlanmamı diləmişəm. Özü deyib ki, fədəuni əstəcib ləkum, gəlin sizə bağışlayayım. Gəlin məndən istəyin, rəhmət qapımı açım sizə. İndi Allah rəhmət qapısını açmaya, bizim günahlarımızı bağışlamaya, görün Allah necə olar? Odur ki, heç bir vaxtı, heç bir mümin bu ayda naümid olmasın. Naümid olsa Allah haqqında, Allahın rəhməti və kərimi haqqında onda demək olar ki, onda kiçik şirk var.